hörmətli futbol azarkeşləri, Misri Premyer Liqasının 27-ci turun oyunlarında mübahisəli epizodları təhlili üçün qarşınızdayım. Qarabağın futbolçusu rəqibin cərmə meydanında top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim davam işarəsi verir. VAR oyunçunun əlindən qeyri-qanuni istifadə edib etmədiyini, yəni mümkün penaltini yoxlayır və müəyyənləşdirir ki, Şamaxının futbolçusu əllərini açmır, rəqibin üzünə uzatmır, toxunuşda güc və intensivlik yoxdur. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Zirənin futbolçusu topu öz cərmə meydanından uzaqlaşdırmağa çalışarkən top onun əlinə dəyir. Hakim davam işarəsi verir. VAR əllə oyunla bağlı mümkün penaltini yoxlayır və aşkar edir ki, oyunçunun topu oynamaq cəhdi uğursuz alınır və top onun tullanarkən təbii vəziyyətdə olan əlinə dəyir. Bu hərəkət əllə oyun meyarlarına görə qayda pozuntusu sayılmadığından VAR meydandakı qərarı təsdiq edir. Zirənin futbolçusu Sabahın cərmə meydanında rəqiblə top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim davam işarəsi verir. VAR mümkün penalti epizodunu yoxlayır və qayda pozuntusu zamanı son təmasın cərmə meydanı xaricində baş verdiyini müəyyənləşdirir. Məhz buna görə VAR protokoluna əsasən baş hakimin bu epizodla bağlı qərarına müdaxilə edilmir. Hakimlər Komitəsinin bu epizodla bağlı gözləntisi belədir. Cərmə meydanı xaricində qayda pozuntusu və perspektivli hücumun qarşısını kəsən oyunçuya sarı vərəqə. İmişlinin futbolçusu rəqibin cərmə meydanında top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim davam işarəsi verir. VAR ayağa zərbə ilə bağlı mümkün penalti epizodunu yoxlayır. Müəyyən olunur ki, İmişliyin oyunçusu zərbə indirdikdən sonra rəqiblə təmas yaranır. Bu təmasda güc, intensivlik olmadığından və rəqibin ayağına sürtmə xarakteri olduğundan VAR meydandakı qərarı təsdiqləyir. Turantovuzun futbolçusu topu oynamağa cəhd etdikdən sonra top onun əlinə dəyir. Hakim davam işarəsi verir. VAR epizodu yoxlayır və aşkar edir ki, oyunçunun əlləri təbii vəziyyətdədir və top yerdən sıçrayaraq onun əlinə dəyir. Bu təmas gözlənilməz top olduğundan davam işarəsi doğru qərardır.